Sabah xeyirli olsun değerli izləyicilərimiz. Mart ayının 4-üdür və beynəlxalq maliyyə birjasında dünən nələr baş verdi? Yəni bildiyiniz kimi müharibələrlə bağlı dünən qızıl $400 aşağı doğru istiqamətlə davam etdirdi. Yəni 5375-dən dəqiq aşağı doğru istiqamətlə davam etdirdi. Yəni bugün həmin itirilmiş nöqtəyə qayıda bilərmi sualına gəldi isə gəlin biz rəqəmlərə baxaq, hansı rəqəmlərdə alış və satış əməliyyatlarını açıldı. Dünənki siqnalları gəldidə isə, dünənki siqnallarda biz 5345-54-lərdə çox uzun, 54-lərdə satış əməliyyatları ilə bizim əməliyyatlarımız nəticələndi. Təbii ki, GMT taktikasının bay əməliyyatları dünən 4300, çox uzun 5375-dən açılan bay əməliyyatları, yəni 5354-lərlə əvəz olundu və GMT taktikasının 2-3 qatdan qısa zamanda gəlirlə nəticələndi və axşam saatlarında biz həm təlimdə, həm də ki, siqnal kanallarında yəni 3 siqnalı dərc etdik. Onlardan biri 5045-lər idi. Təbii ki, bugün saat 12-yə qədər hədəflər demək 5185-lərdir. Uğurla nəticələndi. İkinci elə dünən ikinci əməliyyatımız 5045-lərdən sonra 5081-lər və 5100-lər idi. Hər üç siqnal mükəmməl dərəcədə gəlirlə nəticələndi. Bugün nələr baş verəcək? Alışlar harda olacaq? Alışlar 5195-dən gələcək və satışlar isə erkən satışlar riskli ola bilər. Yəni bu 5135-lərdə, əsas satışlar isə 5125-lərdən gələcək. Əslində 5135-lərdən gələn sellər ən azından $20 gəlir verə bilər. 20-25 dollar. Yəni bunu nəzərə alın. Dünən siqnal kanalında paylaşdığımız 18 siqnal mükəmməl dərəcədə gəlirlə nəticələndi və deyək ki, 15 siqnalda axırda, yəni axşam saatlarında 19:37-də qızılda gələn 3 siqnalla, yəni 18 siqnalda çox mükəmməl bir nəticə verdi. Gümüşdə bugün alış əməliyyatları, gümüş də dünən sürətlə aşağı doğru istiqamətlə davam etdi. Təbii ki, bu müharibələrlə bağlıdır. Neft bildiyiniz kimi, yəni neft ümumiyyətlə müharibələrlə bağlı deyək ki, neft ölkələrində olan hadisələr neftə təsir göstərir və qalxmasına təsir göstərir, amma qızıla isə yox. Yəni qızılın enməsi normal haldır. Gümüşdə alışlar 85.700-lərdə, satışlar isə 82.800-lərdə. Neftdə alışlar 83.60-lar və satışlar 82-lərdə. Yəni bildiyiniz kimi biz keçən həftəndə, yəni tam bir həftə bundan qabaq dedik ki, neft 83-ə, 93-ə qalxa, 83 artıq tamamlandı. Belə, Bitcoin gəldidə isə 68-300-lərdən alışlar, 67-100-lərdən satışlardır. GBP, yəni funtunda olan rəqabəti 1.35-500-lərdən alışlar, 1.32-900-lərdən isə satışlardır. Evronda olan rəqabəti 1.16-200-lərdən alışlar, 1.15-600-lərdən isə satışlardır. Nasdaq, S&P, Dow Jones takslara gəldidə isə, yəni dünən siqnal kanalında satış əməliyyatlarını nəzərə almışdıq və dərc etmişdik. Mükəmməl satış əməliyyatları oldu. Yəni ondan sonra korreksiyaları biz yerli saatdan 15:00-da dərc etdiyi siqnal kanalında 2 saatdan sonra demək qızıl qalxacaq, euro dollar qalxacaq, funt dollar qalxacaq, DAX, Nasdaq, S&P, Dow Jones'lar 2 saatdan sonra qalxacaq, amma dedik ki, dolların Yaponiya rəqabəti, dolların franko olan rəqabəti, eləcə də neft, yəni 2 saatdan sonra eləcə, yəni elə də oldu, yəni korreksiyalarla nəticələndi. Belə əzizlərim, hamımıza uğurlar arzulayıram. Bugün baxa görək qızıl nələr edəcək və təbii ki, ilk öncə siz xəbərlərə baxın. Günün ikinci yarısından sonra xəbərlər mütləq, yəni bu xəbərləri izləyin, xəbərlərdən sonra bazara yenidən təsir göstərəcək. Belə görüşmək ümidi ilə sağ olun.